Misir Merdanov xəstəxanaya yerləşdirilib. Bizim sabiq təhsil nazirimiz, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Merdanov səhhətində problemlər yaranıb və xəstəxanaya yerləşdiriblər. Xəbəri bizim media Maderi.az istinadən xəbər verir. Əməliyyat olunub. Və Misir Merdanov təsdiq edib ki, hal-hazırda xəstəxanadayam. Amma ciddi bir əməliyyat keçirməmişəm. Bugün xəstəxanadan çıxacağım. Səhhətimdə elə bir böyük problem yoxdur, narahatlığa əsas yoxdur. İnşallah sabah işdə olacağam. Allah şəfa versin sizə, Misir müəllim. Siz təhsildə nöqtə qoydunuz, getdiniz. Yəni, siz təhsil nazirliyi olarkən sizin etdiyiniz islahatlar, düzdür, çoxları qəbul etmir ki, ay, rüşvət Misir Merdanovun vaxtında reallaşıb, süpürkə pulu, benzin pulu, neft pulu, işıq pulu, lampa pulu. Amma yox, mən deməzdim ki, bunların da qarşısı tədricən alınırdı. Amma siz yenə də deyirəm, konkret olaraq öz möhürünüzü təhsildə vurdunuz, getdiniz. Məndən bu qədər. Sara Səfra, məhz Baharıda.